dostlar. Ay, aşk. Yuxuluyam, boş verin. Bugün sizlerle birlikte ilk iş günümü hazırlaşırıq. İçimi yığmaq üçün 3 ədəd məhsuldan istifadə edirəm. Ops, evi dağıtdım. Tek zaafım Galatasaray'ım. Bitti ya valla. Hala da var. Daha bitmedi. Krem çəkəndən sonra əllərinə sanki mutasiyalaymış kimi belə eləyirsən, yəni silməyə bir şey yox şu an yanımda. Kahkülü olan qızlar mənə başa düşər. Bu saçlar yapışmır. Onun göbüsünü yeməm, saçları ayırıram. Altlarına vaks çəkirəm. Bu arada xahiş şəhərlərə Galatasarayın ilk 11'ini falan de yazmayın daha xahiş verirəm. Niyə də? Bundan aldığınız zövq nədir? Mən futbol fanatiyəm dedim burada. Mən futboldan zor başım çıxır dedim burada. Mən 7-24 maç izləyirəm deyirəm burada. Yox. Bəzi insanlar sülaləcə bir komandalı ola bilirlər. Məsələn, dədən olur Galatasaraylı. Sonra olur qardaşın Galatasaraylı. Sonra sən doğulursan, deyirlər ki, biz Galatasaraylıyıq Ülker. Sən də deyirsən ki, mən Galatasaraylıyam. Və ondan sonra hekayət necə davam eləyir? Biri soruşur ki, hansı takım azarkeşliyi eləyirsən? Sən ki, futbola baxmıram. Just Galatasaraylıyam. Onda da deyirlər ki, adı futbola baxmadığım bəlli oldu Galatasaraylı olmağımdan. Okay. Bu arada xahiş edirəm, fikrimin səhv olduğunu düşünən qaqa sürüsü varsa, rəylərimə doluşmasınlar da, qaqa səhvəm, sağ olun. Enzim pudra. İşte biraz belə koyun da, nə ediyimi görmürsün. 3 saat nə demirsin tabala? Bir müziğe bir de sana zaafım var demiştim. Artık zaafım değilsin. Yalan söylüyorsan önemi yok. Nedense güveniyorum ben sana. Şeyde sırtımdan vuran dostlarıma ithafen. Sırtımdan vuracaksa hiç sorun değil. Nedense güveniyorum ben sana. İlk olmayacak, hadi vur vur vur. Sık tam kalbime, vur vur vur. Tekrardan dene. Çünkü ben malım arkadaşlar. Adama oturup danıştığım hamı çok yaxşı insan kimi gəlir hə. Ciddiyəm. Pis insan sistemi başında deyinəm, malam başa düşmürəm mən. Dodaq qələmi. Ofisin ikinci güneşi olmaq üçün highlighter. Mənim adımın mənasını bilirsiniz uşaqlar. Ülker adının mənası parlaq ulduzdur. Işıq. Bayılırım parlamaya. Mən hazır. Mənə işlər, sizə də bugün də uğurlar. Sağ olun.